Salam, hər vaxtınız xeyirli olsun. Deməli, yeni bir həyət evi satışa çıxıb. Həyət evi Mingəçevir şəhəri Azadres qəsəbəsində yerləşir. Həyət evinin giriş qapısı da dəmir darvazadır. Bir özəlliyi sizə deyim ki, həyət evinin çöl hissəsinə, aşağı hissəsinə demək beton tökülübdür ki, yağış suyu yumasın. Eyni zamanda bir otağı, pəncərəsi çölə baxır. Sanuzelin və bütün münitkanın, kombinin çıxışları hamısı çölə çıxarılıb. Demək, həyətyan sahəsi 4 sotdur. 4 sotda tikilən evin ümumi sahəsi 120 kvadratdır. Bu həyətyan sahənin görünən hissəsi. Tam səliqəli şəkildə tikilib. Hər iki tərəfdən çıxış qoyulubdur. Bura ağac əkmək üçün nəzərdə tutulub. Digər bir tərəfdən görünüşü tam səliqəli şəkildə tikilib. İndi isə daxil ol evə. Ev 4 otaq və 1 mətbəxdən ibarətdir. Sanuzeli ayrı-ayrıdır. Bura evin giriş hissəsidir. Evin qapıları taxtadır, döşəməsi taxtadır. Tam sərgəli bir evdir. İlk solda bir otağa daxil oluruq və yataq otağı kimi nəzərdə tutulub. Digər bir tərəfdən görünüşü. Evin bütün kombi durba hissələri çəkilibdir. Yalnız avadanlıqla quraşdırılması qalıb. Digər bir otağa keçək. Digər bir otağa daxil oluruq. Burada yataq otağı kimi nəzərdə tutulub. Tam səliqəlidir. Bütün otaqlar tam təmirlidir. Bu otaq qonaq otağıdır. Genişdir, səliqəlidir. Evin bütün pəncərələri plastikdir. Digər bir otağa daxil olar. Bu otaqda yataq otağı kimi nəzərdə tutulub. Bu otaq digər otaqlardan fərqli olaraq genişdir, çox genişdir. Bütün otaqlar hamısı tam təmirlidir. Sanuzel qapıları plastik, eyni zamanda ayrı-ayrıdır. Və sanuzeli. Digər bir hissəsi buradır. Tam səliqəli təmir olunub. Evin mətbəxi girişdən girək kimi sağda yerləşir. Bura mətbəx hissəsidir. Və mətbəxində mətbəx möbeli yerləşir. Tam səliqəlidir, təmirlidir. Evin ümumi qiyməti 73.000 manatdır. Evlə maraqlanmaq istəyən şəxslər Güvən Əmlak Daşınmaz Əmlak Agentliyinə məlumat ala bilərlər. Həmin mənzil haqqında məlumat almaq istəyən videonun aşağı hissəsində yaza bilərlər. Mingəçevir Əmlak TV kanalına abunə olmağı və bəyənməyi unutmayın.
Diqqətiniz üçün təşəkkür edirəm.